Bilə-bilə bu ayda oruç tutmayan insanın cəzası nədir? Çox ağırdır. 6-cı imamımız İmam Sadiq əleyhissalam buyurur ki, orucu tərk edən, bilə-bilə oruç tuta bilər, üzrü olmadan orucu tərk edən insandan iman ruhu ayrılır. Allah uzaq eləsin. İnsanın iman ruhu ki var, iman onunla bağlıdır, o insandan uzaqlaşır. Əgər tövbə etməsə, qayıtmasa, Allah onun əlindən tutmasa, imansızlıqla dünyasını dəyişə bilər. İmam buyurur ki, iman ruhu insandan ayrılır. 2. Günah qazanır. Tövbə etməlidir. Oruç tutmamaq özü bir günahdır. Necə ki, zina günahdır. Necə ki, oğurluq günahdır. Qayıtmalıdır, tövbə eləməlidir. 3. Qəzasını tutmalıdır. Bir günün bir gün qəzası var. 4. Əlavə kəffarə verməlidir. Dinimizdə bəzi günahlar tövbə ilə bitir. Məsələn, zina. Amma bəzi günahlar tövbə ilə bitmir. Gərək kəffarə və cərimə versin. Ramazan ayında bilə-bilə sağlam olub, üzrü olmadan oruç tutmayan insan günahdan, qəzadan əlavə kəffarə də ödəməlidir. Cərimə kitablara müraciət edə bilərsiniz.